Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Artıq yavaş-yavaş qış fəsli gəldiyini hiss edirik. Demək olar ki, bir iki həftəyə qış fəsli başlayasıdır. Qış öz gəlişini hiss elətdirir. Düzdür, günüzlər biraz gün görünsə də, hava biraz mülayimləşsə də, artıq bizdə axşamlar, gecələr temperatur sıfıra düşməyə başlayır. Su donur artıq. Ona görə də istədim bugün sizlə qış fəslində, qışda keçi baxımında nələrə diqqət eləməliyik? Bu məlumatları bir sizlə bölüşüm. Burada əsas məsələlərdən biri, ümumiyyətcə, əsas suallardan biri budur ki, damın temperaturu nə qədər olmalıdır? Yəni, keçi olan damın temperaturu nə qədər olmalıdır? Ümumi götürəndə keçilər qoyunla müqayisədə soyuğa daha həssasdır. Amma bu o demək deyil ki, biz keçinin damında mütləq xüsusi istilik olmalıdır, çox belə temperatur, yuxarı temperatur olmalıdır. Elə deyil. Keçinin ümumiyyətcə heyvanın yaradılışı belədir ki, heyvan yaşadığı yerdən asılı olaraq, harada yaşayırsa, ondan asılı olaraq nə edir? Öz tük təbəqəsini formalaşdırır. Tük təbəqəsi də, məsələn, keçilərdə, keçi saxlayanlar bunu bilər, xüsusilə də bizim yerli keçilərdə, qışda keçinin normal tükünün altından, içərdən incə bir tük təbəqəsi əmələ gəlir. Buna kaşmir deyirlər. Bu dünyadakı ən bahalı parça istehsalı üçün xam maddədir. Düzdür, bizdə çox soyuq olmadığına görə o kaşmir lifləri çox uzanmır, amma diqqət eləsəz, yaz açılanda, istilər gələndə keçi o tükü özü təbii olaraq tökməyə başlayır. Buna görə də ümumi yanaşma budur ki, keçinin olduğu tövlə ilə damda olan temperaturla çöldəki temperatur arasındakı fərq 10-15 dərəcə olsa yetərlidir. Yəni, çöldə temperatur 0 dərəcədirsə, tövlədəki temperatur 15 dərəcə olsa bu yetərlidir. Ümumi yanaşmadasa böyük keçilərin tövləsinin temperaturu 15-20 dərəcə arasında olması yetərlidir. Amma burada əsas məsələ nədir tövlə üçün? Ən əsas məsələ tövlə düzgün izolyasiya olunmalıdır ki, hava axını olmasın orada, yəni külək olmasın. Hava axını olsun, amma yuxarıdan tövlədə hansısa bir yerdən bir bacamı deyim, bir yer olmalıdır ki, içəridə olan o nəmli, çirkli, xüsusilə də heyvanın sidiyindən ortaya çıxan o amoniyak, o qazlı hava yuxarıdan çıxıb gedə bilsin. Amma aşağıdan, xüsusilə də məsələn, damın o keçinin boyu hündürlüyündə olan, deyək, 1 metrlik, 80 sm 1 metrlik hissəsində o skvazinyak dediyimiz küləkli olmasın ki, o keçinin ən qorxduğu məsələdir. Buna diqqət eləməliyik. Başqa bir məsələ, keçi bilirsiniz ki, bu nəmişliyə çox həssas heyvandır. Maksimum çalışmaq lazımdır ki, damda nəmişlik olmasın. Keçinin ayağının altı quru olsun ki, bu həm keçilərdə bu ayaq yarasını, həm də nəmişlik olan yerdə bakteriya əmələ gəlir və bu müxtəlif xəstəliklərə gətirib çıxara bilər. Plus da keçinin özünün də yatdığı yer nəmişlik olarsa daha tez soyuqlaya bilər. Hələ bu dövrdə heyvanlar qarnında bala olduğuna görə, boğaz olduğuna görə buna mütləq diqqət eləmək lazımdır ki, nəmişlik olmasın, yatdığı yer quru olsun. Başqa bir məsələ, heyvanların yemi. Qış gəldikcə, temperatur aşağı düşdükcə heyvanın enerjiyə daha çox ehtiyacı olur. Və aydın məsələdir ki, qışda da ot tərkibi zəiflədiyinə görə, daha çox heyvan quru otla qidalandığına görə bunun enerji dəyəri azdır. Ona görə çalışmaq lazımdır ki, bu soyuq havalarda heyvanlara enerji verən yemlər, xüsusilə də arpadır, buğdadır, qarğıdalıdır, bunlarda daha çox enerji olur. Bu yemlərdən heç olmasa hər heyvan başına bir 200-300 qram bunu vermək lazımdır ki, heyvanın enerjisi yerində olsun ki, o soyuqdan özünü qoruya bilsin. Bu əsas məsələlərdən biridir. Plus da ki, hələ heyvanın qarnında bala varsa və bu dövr artıq elə bir dövrdür ki, ortalama olaraq ölkədə keçilər 2 ay sonra bala verəsidir. Yəni,
fevralın əvvəlindən heyvanlar başlayıb bala verəsidir və öncəki videolarda demişdik, heyvanın həm süd vəzinin, həm balasının inkişafı bu dövrdə olduğuna görə qidalanmasına da xüsusi diqqət etmək lazımdır. Plus da ki, heyvan nə qədər canı yaxşı olarsa, nə qədər sağlam olarsa, yəni o canında yağlanma nə qədər artıq olarsa heyvanın həm soyuğa qarşı dözümü də artıq olar, həm də xəstəliklərə qarşı müqaviməti də çox olar. Ümumi olaraq burada dediyim kimi tövlə temperaturu minimum 10 dərəcə olmalıdır və ondan aşağı artıq heyvanlara təhlükə formalaşa bilər. Məsələn, çöldə 10 dərəcə şaxtadırsa, tövlədə ən azı bir 10 dərəcə temperatur olmalıdır ki, heyvanların sağlamlığında problem olmasın. Amma dediyim kimi, burada izolyasiyaya diqqət eləməliyik, havalandırmaya diqqət eləməliyik, nəmişliyə diqqət eləməliyik, heyvan yatdığı yerin quru olmasına diqqət eləməliyik ki, maksimum öz heyvanlarımızı soyuqdan qoruya bilək. Bir də əsas məsələ heyvanın qarnının tox olması. Yəni, bildiyimiz kimi də artıq gecələr daha uzun olduğuna görə və axşam saat 5-də, 6-da artıq heyvan ən geci gəlib dama daxil olduğuna görə bunun saat 5-dən hesablasaq, səhər saat hava soyuq olduğuna görə bunu ya insan özünü yuxudan durub buna yem verməyi ən tezi bir 12, 13, 14 saat sonra olacağına görə o qədər müddətdə heyvan soyuq havada ac qalsa, bu bunun üşüməsinə, soyuq olmağına gətirib çıxara bilər deyə. Və məsələn, gecələr heyvanın qabağında quru ot belə olsa, yəni yem töhmək lazımdır ki, heyvan ən azından ondan ümumi qidalansın ki, onun bədən temperaturunu mühafizə eləyə bilsin. Təbii ki, indi burada yeni balalar olanda dam şəraiti daha fərqli olmalıdır, daha isti olmalıdır. Bununla bağlı da inşallah növbəti videolarda sizlə məlumatları bölüşərik. Bir digər məsələ, məsələn, heyvanlar qışda daha çox dam şəraitində qaldığına görə dırnaqları, heyvan qapalı şəraitdə olduğuna görə dırnağı uzana bilər. Burada dırnaq baxımı vacib məsələdir. Daha sonra heyvan daha çox tükləndiyinə görə parazitlər arta bilər. Məsələn, heyvanları tövləyə salmamışdan öncə bir ümumi bit dərmanı vurmaqda fayda var ki, onun bədənində olan az miqdarda da olsa parazitlər də çıxsın, getsin ki, o münbit şəraitdə daha çox artmasınlar. Ondan sonra imkan olarsa, məsələn, qurd əleyhinə dərman da vermək olar ki, dama girməzdən əvvəl daxildəki parazitlər də getsin və ümumi belə vurduğunuz hansısa bir vaksin varsa, məsələn, biz 2 həftə əvvəl vaksinlədik, daha da 10 gün əvvəl bu brazot əleyhinə vaksin var ki, hansı ki, brazot bağırsaq daxilində, xüsusilə də kök heyvanlarda daha çox olur, yem dəyişimində əmələ gələn bir xəstəlikdir ki, heyvanı ani olaraq bir günün içində, bir neçə saatın içində öldürə bilir. Onun öz vaksini var. Onu da heyvanlara vurmaq məsləhətdir, yəni riskləri azaltmış olaraq. Bunları eləsək, inşallah ümumi olaraq təsərrüfatımız daha səmərəli, daha belə deyim də, məhsuldar olar. Bu il əvvəl də məlumat vermişdim. Məsələn, keçən illə müqayisədə bu il heyvanların canı daha zəifdir. Bunda həm dabaq xəstəliyi gəldi. O demək olar bir heyvanlar bir ay biraz problem oldu. Axsadılar deyə ağrı oldu, yeyə bilmədilər. Ona görə heyvanlarımızın canı bu il daha zəifdir. İndi çalışırıq bunlara əlavə yem, qida verək ki, bala verənə qədər öz canlarını normallaşdıra bilsinlər. Çünki təcrübə göstərir ki, heyvanın canı nə qədər yaxşı olarsa, heyvanın sağlamlığı da o qədər yaxşı olar, məhsuldarlığı da o qədər yaxşı olar, xəstəliyə müqaviməti də o qədər yaxşı olar, bala verimi də o qədər yaxşı olar. Yəni, bu günləri eləyəcəyimiz 5-10 manatlıq qənaət bizim gələcəkdə daha çox zərər eləməmizə gətirib çıxara bilər. Yəni, canı yaxşı olan heyvanın bala vermə ehtimalı da o qədər çoxdur, əkiz bala vermə ehtimalı da o qədər çoxdur, xəstəliyə qarşı dözümü də çoxdur.
süd verməsi də daha artıq olasıdır. Yəni buna görə maksimum çalışmaq lazımdır ki, heyvanların canı yaxşı olsun. Həm də qışda canı yaxşı olan heyvan daha az üşüyər, yəni daha soyuğa daha davamlı olar digər arıq heyvanlarla müqayisədə. Ümumi olaraq bu gün bunlar haqqında danışmaq istədim. Öz bildiklərimi sizinlə paylaşmaq istədim. İndi sizlərin də nəsə bir əlavələri olarsa bizlə bölüşsəniz şad olardıq. Növbəti videolarda görüşənə qədər sağ olun, Allah'a əmanət olun.